Masalivod Production. Deməli mənim obyektimə hücum çəkiblər. Yoldayam, ora gəlirəm. Gəlib orada göstərərəm onlara. Rejissor Hüseynov Elçin. Azeri Van Damme. Aksiyon. Tez Van Damme'ın yerinde. Tez Van Damme'ın yerinde. Hardadır Van Damme? Fındık ağaçların altındadır. Ağaçlar təpilir. Süper gizlenen ulduz. Oğraş. Alçaq. Montajda Hüseynov Elçin. Gəbər. Kino tiyatrlarda. Sen burada kal. Birimiz burada kalmalıyıq. Ben gedim onu tapım geri qayıdacağım. Yaxşı. Azeri canavar. Zeus, sənə səslənirəm. İmkan vermədin canavar yuxusunda rahat yatsın. Bu bəlanı özün axtardın, tapdın. Canavarın caynağına keçən çətin çıxar. Ha. Canavarı canavar eləyən qorxusuzluqdur. Bu belədir. Gedin fındıq bağına, bütün fındıqları dərib gətirin. Qoy Azər Van Damme'ın ağıllı başına gəlsin. Onun fındıqlarını bir-bir dərib gətirin. Hə. Qozları necə? Qozlar da dərək. Boz, təzə xəbərim var. Eşitdiyimə görə Azər Van Damme'la Azər canavar birləşir. Hə. Nə oldu Tampo? Sen de üstesinden gələ bilmədin Van Damme'ın. Ha. Mən Zeus'in məkanını bilirəm. Bilirəm o harda gizlənir. Ha. Tez mənim maşınımı göndərin. Ağ canavar, gələcəyin Bruce Lee'si. Mən də Azər Van Damme'a kömək eləmək istəyirəm. Çünki o təkdir. Hə. Və ona görə də məşq eləyirəm. Bunun üçün çox hazırlaşmışam. Hə. Azəri canavar xüsus. O çox ağıllı adamdır. Hə. Kimin ona yaxınlaşacağını çox yaxşı bilir. Dvaynoy Şifer 3. Yo, mən həmən davada olmamışam. Mən görmədim, gözlərimlə görmədim. Ona görə mən deyə bilmərəm. Həmən vaxtı məni qarın ağrı tutdu. Ona görə də mən ayaq yoluna getdim. Görmədim. Yo.